Azərbaycan Avropa ölkələrinin etibarlı və mühüm qaz təchizatçısıdır. Bunu Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə bugün Azərbaycan və Serbiya arasında enerji sahəsində mühüm sənədlərin imzalanması ilə əməkdaşlıqda yeni bir səhifə açılıb. We have very well cooperation between our countries and today ölkələrimiz arasında sıx əməkdaşlıq var. Bugün mühüm sənədlərin imzalanması ilə enerji sahəsində əməkdaşlığımızda faktiki olaraq yeni bir səhifə açıldı. Biz Serbiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyik. Ancaq tək bir ölkə ilə kifayətlənməyəcəyik. Serbiya vasitəsilə digər ölkələrlə əməkdaşlığımıza da yol açılacaq. Bu da Serbiyanı digər Balkan və Mərkəzi Şərq ölkələri üçün tranzit ölkəyə çevirəcək. Bu əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün böyük potensialımız var. Bu arada Azərbaycanın 10 aylıq neft-qaz hasilatı və ixracı açıqlanıb. Bundan bağlı Energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsinə paylaşım edib. Məlumata görə bu ilin yanvar-oktyabr ayları üzrə 4,2% artımla hasil edilmiş 40,1 milyard kub metr təbii qazın 19,8 milyard kub metri ixrac olunub.